yaxın oturun 600 bal və üstü toplayan abituriyentlər Azərbaycan Respublikası Müdafiə Naziri Ali məktəblərə qəbul imtahanlarından 600-dən çox bal toplamış gənclərin həqiqi hərbi xidmət barədə harada keçdiklərini aydınlıq gətirib. Həmən şəxslər, abituriyentlər öz hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki intellektual qabiliyyətli bölmələrdə keçirəcəklər. Nə gözəl. Sağ olsun nazirlik bütün şəraiti yaradır oxuyanlar üçün. Ona görə demək istəyirəm ki, şərt ali məktəblərə qəbul olmaq deyil, şərt oxumaqdır. Diplomu ala bilərsən, amma sənin əsas başında olmalıdır o bilik savadın. Cənab Prezidentin bir sözü var, deyir ki, diplom önəmli deyil. Bəli, əsas bilik bacarıqdır. Təyin edilən işdə onun öhdəsindən gələ biləcəksənmi? O işdə işləyə biləcəksənmi? Öz işinin öhdəsindən gələ biləcəksənmi? Əsas budur. Diplom